7:20 صبح شما عزیزان شاهد بودیم. سلام علیکم، سهرز خیر هستین انشالله. سلام علیکم، سهرز خیر هستین انشالله. نجاتید yaxşısınız. Hamdalan. Bəli. Elə böyük mamam. Orada da iki qapı fasilələr vardı. Həmsayədir. Ağam yaşa Fəqət saxtım. Bəh. Sərbazçılıqdan gələndə də. Bəli. İkinci ildə Tehranda Topxanada sərbaz idi. Bəh. Gələndə bir dənə dürbünə kası gəlmişlər. Hamı nəşini satır. Bəh. Mamam qaçızını satırlar. Oradan boğum davası olur. Allah. Onda da mənim nəzərimdə. Deməm onun nəzərində var. Mənim yoxdur. Sağ qızınız da hayli oğluydu. Deyir yox. Bu qədimdə bu da pencəzad olmazdı. Tək pencəz bazarda olardı. Bazarda. Anam buna dedi, da qonşu uşağıydı da, gəlsən bazara biraz bizə pencərə al. Bəh. Valla mənim dəstəm bu nəzərimdə yoxdur şimdi. Acanın da rəndəkəndə olur ki, mənə rəhbət edirəm. Pencərə alcın. Pencərə alıb, iki dənə də daraq alıb başa vuran daha çox pencərələrin arası gətirib verib mənə. Onda bilib ki, bəli, işte bir iş Bunun var. əlaqəsi vardı ona. Vaqəən də cidden. Amma çox da söymüşəm buna ha əvvəldə. Allah. Sonra bu yumuşanmışam. Bəda düzdür, o cüzdür. Allah həmişə şadlıq versin, səlamət. Ha düşüydü dalımca, xalq görüydü, axı deydim düşmə dalımca. Çəximin idi düşüydü dalımca. Bamiyen dedi. Hatırlar, keçən nəsə düşdü mən ki Sən sizdə. Allah olsun. Nə mənə var deyil. Deyir dedim səhiyyadan salacağım diyesin. Dənə, əhsən. Ax, qədim bu da nax keçərdi su. Bəli. Çörpü vardı bizim qapımızda. Bu da döləniydi küçədə. Bəh. Anam buna dedi ki, da qonşu uşağıydı da, elə Bəli, hən bəli. oldu deyildi o zaman. Dedi bizi çöpünü vicə qeydi ha, burala. Bu gəldi qeydi bir dənə üzüyü var, demə düşürdü itiri. Eyvah, hacanı. Hə. Bəli. Bu dedi, hər kəs mənim üzüyümü tapsa, bami alacağım. Nə mənə bamiyəsi, o eşitdə. Qənnatlı Qənnatlı var. bamiyələrdən. Hə. Bunun üzüyünü həmsəyə tapdı. Bəli. Həmsəyə tapdı verdi. Bəli. Bu bamiyanı aldı, durmuş o küçədə hamısını gətirib verməyəm əlimə bamiyanı. Qonşular düşdü qorda boylu. Burada nə xəbəri vardı da? Vaqəən cəlib, qəşəng belə. Gecə deyiblər bir eləcə biz çəkilənmişik. Bəli, o cürdür. Demişəm səhiyyatlarını salacağım bibi deyəsən. Əlhamdülillah ki, bizə. Bala boyğumuşandım da bu. Zəhra ərədim, çörək yapardım. Qərəcüllə qeyrədim. Yarımı çorap toxuyardım, böyük toxuyardım o ip pöhlədən qoyarlar başa. Belə də paltar tikərdim. Vaqəən. Xəyyat yanına getməyib. İndi bir dənə mənim donum var. Şəbnəminlə də aynı olur. Yəni özü görüb deyir, ya bunu mən tikmişəm. Çox gözəl xəyyat eləyərdi. Hər nə mənə. Vaqəən yəni 4 geynəvadıydılar. Bəli. Bir də bir geynəvadıların boynuna iş qoyardı. Bəli. Xanım çörək yapır, geynətiyə seçir, qəşəklərini yapar. Aferin. Dönür böyle babam, böyük babam o bir səmin arvadına dedi, bu şəhər uşağıdır. Sən kənd uşağısan, bu günü çörək yapırsan deyir. Yazıq onu da boynuna qoy çörək yapar. Yığışardıq, çörək toxuyardıq. Bəh. Və həm aparardıq, bazarda satardıq. Gedərdik də baxana vardı, oradan gün alardıq, gətirərdik. Belə də ayrərdik. Yığışardıq, gecələ bir yerə keçəcək, yarışardıq, çörək toxuyardıq. Qəşərdi də. Rəhmətli məhəlləli Fatma xanım ki var idi, həmin anamın xala qızısı idi. Səvinərdik 13-dən 13-ə minərdik colo motor maşınlara.
qapdı qaçdı deyərdik, nə mənə deyir, otobuslara. Otobuslara minərdik, bəli. Gələrdik, səvinərdik ki, o günkü günü biz sizdə həm kələmaşı yeyəcəyik, həm küftə yeyəcəyik. Öz də Məşə Fatma xanım, Allah ruhunu şad eləsin, əmvatınıza rəhmət eləsin. Deyərdi ki, rəhmətli Məşə Fatma xanım gələrdi bizə, deyərdi gəlin bacı, hesab qoymayacaqsan, ha? Bir, quru daşı pişir, bir də qovurma şorbası qoycuna. Mən də deyərdim, eyvah, gənə bulay oldu qovurma şorbası. Pilovdan pişirin də qonaq gəlir, qonağa pilov pişirərlər. Xülasə mamam deyər, yetim çapı görsən zadı istəyir, qovurma şorbasını istəyir də, qovurma şorbası olursun. Və Hacı Əlizin işlərində nişan verir, indi əllərinizin işləri ki, çox zor olur. Yox, dəst şeşdə axır əllərini. Səlamətli olsun inşallah. Bağışlan da, biləxərə əziyyət də eləsək çox bağışlan da. Allah sizə ömür versin, səlamətli versin inşallah. İndi cəmən neçənin nəvə vardı hacı? 12 dənə. 12 dənə. 12. Neçəsi qız, neçəsi oğlan? 4'ü qızdı, 8 oğlu. 2 dənə də nəticə. 2 dənə nəticə. Fatma'nın işi oldu. Perşembe günü da komşuda Yox, Montaj edib qədər var. Əksi var da. Allah səlamətlik ver. Haçxam geynən ağzına araz nəcüdüdür. Savaşı eləməzdi. yox, yaxşı idi. Biri ilə həbanla oturaq, bir genə evadla rübərik bir də. Bəli. Oturuq həmişə qapıda. Birdən geçən nə deyər ki, zaten siz mövruzu eləyirik. 2 genə evad həmişə üz-üzə oturubsuz bu Bəli, ilə. adam söhbətləşir, görürsən baham qəza pişirir, rub pişirir. Kim rub özünüz pişirərsiniz, haçxam. Bəli, özümüz pişiririk. Gülab çəkərsiz pişirirəm. Əvvəl çəkərdim, indi qüvvəm çatmır. Bəli, olmur. Daha tozih verirsiniz, bağışlan. Bu daşın adı Səngə Xara farsıca deyirik. Səngə siyahdır da. bu. Səngə siyah. Adına türkçədə nə mənə deyərsiniz? Elə səngə siyahdır yəni. Səngə siyah. Qəradaş da? Hə, qəradaş. Aha. Dənə bulaydan deyin da. Bu dərzi qələmdir. Dərzi qələm. Dırnaq qələmdir. Nə mənə? Dırnaqdır. Dırnaq. Görürsən? Bəli, dırnaq. Bu da dırnaqdır. Bu da dərzidir. Hamı Aha, bəli. Bu da ki çəkuşdur. Məmulu çəkir. Məmuli. Bu da ki peşəsidir. Dərvağa burala ucla zatdı göz. Tehrandır. Elmasdandır bə. Hə. Bəli. Bu da ki gəlinə çəkuşdur. Bəli. Hı hı. Bu Bu da zaviyə ki- verir. Bu da ki günyadır. Qunya həmun. O da Bəli. günya. Qadın hayla mənə bir şey sərdik bir-birimizə bir belə pay verərdik. Bəli. Bir dənə evdən aşağı sərdik, çörək yap sardıq verərdik. Belə də Mən təqərə bunlar hamısı qəbristanlıqdırlar. İndi təzə görsən avadanlıq olublar. Bunların hamısı qəbristanlıqdır da beləsinə. Bəli. Görürsən də bunlar mədrəsələr, xanə, sazman, top meydanı, hamısı qəbristanlıqdır. Belə də günüzdə məsələn yığışardıq, şən oturardıq. Qərəcüllə, odun sobası. Gərəsüllə, odun sobası. Ha, bunlar var idiler. Balon. Mamam polik düzəldərdi. Bu Hə, cür tikə parçalar olaydılar. bəli. Onlar qəşəng yığaydı. Polik düzəldərdi, batırardı. Nəftə qoyardılar. Bu odundan məsələn bir dənə kibrit vurmaq ilə, fəndək vurmaqla Yanmağı bir olaydı. Cür yanaydı, sonra da görərdin saat 10-dur, 11-dir, bu da otağın bunu deyirlər, hə, dərbəkəni açın. Küçü çıxsın hocam. Küçü geçsin. Var. Bəh, bəh. Çox indi də ki bir gün olur, 5 gün toy tuturduk. Gecə, Bəli. Qaşalma. yeməcə, qaşalma, astı çöbələnə. Hasta köbə, ondan sonra hamam, həna, toy, nədir, duvaq qappa, ondan sonra mübarək olsunlar.
görüşlər, belə də kürəkən görmə, gəlin görmə, bunlar hamısı var idilər. Hə, واقعا var. نه چند uşaqlar nəvədənçi belə bu. Bəli, Bəli, nəvədəy də bu. Hacı axır cümlələrdən də deyin, xudafizləşək sizinlə. Evet, heç adım yoxdur da. Heç adım yoxdur. Məmnunam ki, Ya bizi qəbul qurtarmışam. elədiniz. Gəldik xidmətinizə. Ya qurtarmışam Ondan sonra da. bahəm olduq. Allah'ın İnşallah almasın. günəcün olsun. Nə mənadır, Çillə bayramında bahəm yığışaq. İnşallah. Gələk xidmətinizə. Bir də İnşallah. il bayramında gələk görüşünüzə. İnşallah, inşallah. Və gələk bayram şirinimizdə bu da yiyək inşallah. İnşallah, inşallah. Sağ olasınız. Hamınızı Allah'a tavşırıram. در دل شهر خوی میان کوچه های خاموش و دیوارهای سنگی خانه است که بوی نان تازه و صدای ضربه های قلم می دهد. امروز مهمان دل و دستان پیرمردی استاد هستیم که با سنگ سخن می گوید، کسی که هنر را از نیاکانش به ارث برده و هر تراشه ای از دستش بخشی از تاریخ این سرزمین است. خانه استاد سنگ تراش فقط یک خانه نیست، پناهگاه هنر، مهربانی و خاطرات نسل هاست. اینجا زندگی با تکه سنگی ساده آغاز می شود و با نگاهی عمیق به گذشته معنا پیدا می کند. این پایان یک دیدار نبود، آغاز راهی است برای شناختن ریشه هایمان و سنت هایمان. لطفاً با ما باشید در ادامه روایت این قصه. به امید دیدار شما در ویدیوهای بعدی. خداوند یار و نگهدار شما. امیدوارم که دوستان عزیز این ویدیو رو پسندیده باشید. اگر این ویدیو رو دوست داشتید حتما لایک کنید، با دوستاتون شیر بکنید و برای دیدن ویدیوهای بیشتر از کانال ما لطفاً کانال ما رو سابسکرایب بکنید. به امید دیدار شما. خداوند یار و نگهدار شما. خدا حافظ شما.